həm yağışın suyuydu, həm də kanalizasiyalardan dənizdən gələn suyu basıb hamısını vurub şəhərin içinə. Yəni baxırsan kanalizasiyadan su fıskırır, fontan vurur, elə bil ki. Ayın ortasına az qalır. Narahat olmuyor, Bakı batacaq. Elə qəşədə deyirsən, elə bir şad xəbərdir. Bakı batacaq. Mən üçün şad xəbərdir. Amma Bakı batsa bəlkə xalqın biraz da ailə inqilaba tam hazır olar. Yox, inanma. Xarici təsir olmasa xeyri yox. Hansısa generallar, hansısa nazirlər xalqa tərəf keçməsə, xarici Rusiya, İrandan xarici təsir olmasa xeyri yox. Onu da bilirəm. Ya da gərək Avropadan, Qərbdən xüsusi güclü təsir olar. O da aydın məsələdir ki, hansısa gücün razılığı almaqdan, belə deyək. Hansısa Rusiya ya İran. Ölkə orada təkan verəcək, bir yana ölkə. O ölkənin təkanı ilə həm zəlzələ olacaq, həm yıldırım çaxacaq, həm yağış yağacaq, həm də yerdən qat çıxacaq. İnşallah. Buna hazırlaşmaq lazımdır. Bakılara demək lazımdır, sən özün də oradan deyil. Yine Bakılar hazırlaşın, həm yanacaqsınız, həm də sönəcəksiniz. Heç nə, oldu qadar. Sağ olun.